Salam aleyküm. Su idarəsinə olan borcumuza görə su idarəsi gəlib bizim suyumuzu kəsiblər və məsuliyyətli davranmayıblar. Onlar ofisdən suyu bağlamadan suyu kəsdiklərinə görə burada olan saniklər boşalıb, su vurub təzyiq altında qalıb və su bütün polizə axımışdır. Biz borcumuzu boynumuza alırıq, əlbəttə ki, bu ödəməməyimiz bizim günahımızdır, amma buradan suyun fışqırdığı o nətər ödəniləcək? O bizim günahımız deyil. Məsuliyyətli davranmayıblar. Sizə də göstərim, gördüyünüz kimi poliz bütöv sudur. Hətta gördüyünüz kimi bütöv poliz su altında qalıb su idarəsinin məsuliyyətli davranmamasına görə. Sumqayıtda yaşanıb bu hadisə.